tərəfi 2-yə bölsək nə olar? Deməli, kosinus x bərabərdir 2-də 1-ə. Sonra deyirik ki, kosinusda qarşıda nə olur həmişə? Plus minus olur, yazdım. Plus minus. Sonra dedik ki, kosinus, bax görürsünüz, qaydadan danışan artdan zaddan danışırıq, amma indi tabi artdan danışmayırıq. Eləcə də cümlə kimi cavab edir. Kosinus 2-də 1-ə nədə alır? 60-da. 60 nəfər yazılır? Üstə gələk. Kosinusda bir dənə də arxada bir şey əzbərləmişdik. Bir dənə kosinusda 2 pika olurdu, qalan hamısında pikay. Qutardı. Cavab oldu nə bəndə? B? Bu bəndə. 2 oxşarıdır, gedicə, cavabla. Gəl 2 işvay cavabını deyək də. İşvay deyin görüm cavabı nədir? Və gəlin belə eləyək da. Sinusda nə örgənmişik? Nə örgənmişik? Bax, burada iş mənfi üstü K yoxdur. Sonra deyirəm, sinus 2-də 1-ə nədə alır? 30-da. 30 orada yazılıqdır bəndində. Aydındır. Yəni bir dənəsini yazılı yazaq, bir dənəsini şifahi deyək. Amma qulaq asaq. Aysen. Səssizə qoyun. Getdik 3-ə. 3-ə get. 3-ə gedək. Danışmırıq. Sağa tıladıq Teymur, nə olar? Tangens. Tangens çox qəşəkdir da. Əzbərik bir şeyimiz yoxdur qətiyyən, düzdür mü? Bir dənə deyirəm ki, ölçüsünə də alır. Onda yazıram pi bölü 3. Yenə əzbərimiz yoxdur. Üstə gəlin olmalıdır. Pika. Pika. Variant axtarın. Yoxdur eləmi? Hə, belədir. Deməli, müsbət kökünü taplayır. K-ya verə biləcəyim 0 cavabını verirəm ki, cavab müsbət alınsın. Mənfi versəm, artıq cavabımız mənfi edəcəkdir. Bizə də deyir ki, müsbətin ən balacasını tap. Müsbətin ən balacasını tapmaq üçün 0 yazıram. 0 yazanda da sən bilirsən ki, K Z-ə daxildir da, düzdürmü? Z kimdir? Tam ədədlər. Yaxşı, 0 yazsam onda x-in qiyməti nədir? Pi böl 3. Variant nə olar? B mən. Qutardı. Gedək. Gəlin 4-ü də yazaq. 4-ə getiriyorum bir dənə. Yazaram. Səssiz duraq. Yazaram tangens x bərabərdir. Bir sağa keçdi oldu nə elma? Mənfi. Fərq. Mənfi bir bölək nə? Kökür. Qutardı. Gəlin bir dənə də qayda təkrar eləyək. Kıkılarda pi çıxaq olurdu. Yadınıza gəlirmi? Artlarda. Deməli, kotangesdə, kosinusda pi çıxaq olurdu. Tangens və kotangesdə, tangens və sinusda eləcə mənfini qabağa atıb yazır. Deməli, bu tangensdir. Eləcə mənfini qabağa at yaz. Buna var, x bərabərdir. Mənfini qabağa tulladım. Deyirəm ki, tangens 1 böl köküsünə dalır. Pi böl 6. Üstə gələk, əzbərimiz yoxdur. Nə olmalıdır? K. Variant olar nə? D bəndə. Sağ. Trigonometrik tənik, trigonometriyanın özündən rahatdır, asandır, sadədir. Biraz adsana düsturarca bilmək lazımdır. Bir də burada öyrəndiyimiz 3 dənə şey. Sinusda mənfi üstü K'dır, kosinusda plus minusdur. Bir də kosinusda 2 pi K var. Başqa biləcəyim şey yox. Get 5 eynisidir, 6 edir. Bu tez-tez elə daha biraz. Yaxşı, qulaq asaq. Nə olur? Bax 6. Başa düşmüsən Zabi? Bax kök 3 bərabər 3 kotangens x-ə. Kotangens x nəyə bərabərdir Zabi? Kök 3 bölü 3. Əla. Yazıram x bərabər. Kök 3 böl 3. Nə də alır kotangens? Nədə? 30'da yox, yalan deyilsən. Nədə alır? 60'da alır. Düzdür mü? Tangens 60'da kök 3 bölü 3. Üstə gələk nə yazacağım onda? Bu kotangens demək istəyirəm. Kotangens 60'da kök 3 bölü 3'dür da, düz yazmışıq. Üstə gələk nə yazıram? Hansında 2 pika idi və? Bir dənə kosinusda. Qalan hamısında pika. Tangensdə də, sinusda da, kotangensdə də hamısında pika. Bizi dənə kosinusda 2 pika. Tələsimə görə 7 nədir? 7'yə baxmadıq. Yaxşı, ev yox, yaxşı, yazıq. 7'dən, 8'dən danışırıq. Elton, hasil 0'a bərabər olanda yazırıq. Hasil 0'a bərabərdir deyə ayrı-ayrılıqda 0'a bərabər edirəm.
Qulaq asaq. Bax, təzə öyrəndiyimiz nədir? Vəxtə yazılarımız müasir deyildi da. Buna baxın bir dənə. Bax, argument bərabərdir. Argument bərabərdir yazıram. Görürsünüzmü? Argument bərabərdir. Çatır bura qədər. Yaxşı. Qulaq asırıq. Qulaq asırıq. Deməli, deyir ki, tangens sıfırı nədə alır? Nədə alır ayın? Tangens sıfırı? Tangens sıfırı. Sıfırda alır. Sonra? 90'da 1 alır. Ne yazın orada? 2 pika. Yaxşı. 2 pika yazsaq tutarır, sıfırda alır. Düz değil mi? 2 pika yazsaq içində hər şey var. 2 pika yazanlar ne? Üstə gəl pika yazacağım. Sıfırda alır deysən. 180'de de alır. 180'de de alır. Heç nədə yəni sıfır. Sıfırda sıfır elifdir. Bunda pi. Eləcə pika. Gəlir indi bu birisini. Yenə sıfırda sıfır elifdir. Üstə gəl bir dənə pika. Hər tərəfi də burada 2-yə bölməliyəm. Burada x bərabərdir pika oldu. Burada da x bərabərdir pika bölə 2 oldu. İndi deyin görüm. Eləmədən atayım. Cavabda görək. Aşklar. Bunu götürək, bunu götürək. Hansını götürək? Deyin görək. Hansı hansının içinə daxildir? Pika böyle 2 var daxildir. Bunun içində var. Əksinə. Bax, bu bunun içində var. Niyə bilsənmi? Çünki mən burada K-nın yerini 2 yazan kimi ki olmayacaqdır. Yəni bu var bu. Bunun ikimisini dövmü? Yəni elə bunu götürsəm kifayət edir də, cavabım bu olsun. Niyə bilsənmi? Çünki bunun özünün içində gizlənir. Bax, sən 180 istəmsən, mən 2 yazan kimi sağ 180 verəcəm. Sən məsəl üçün 2 yazanda 160 eləmsən, mən 4 yazan kimi 160 eləyəcəm. Amma bunun içində Ayşə 90 yoxdur. 90 misillərinin içində 180 var. 180 misillərinin içində 90 yoxdur. Söhbət tam misillərindən gedir də. K, Z-ə daxil. K, Z-ə daxil olmasaydı 2-də 1 yaza bilsəydim, 180-in içində 90 ver deyərdim. Aydın mı? Bu qutardı. Ged orusunə. Qulaq az. Teymur gedsən. Getmə, çox getmə. 9 elə bu fərqli idi. 9-dan danışaq. Ekran seçildi eləmi? Hayır seçildi. Aşağılar. 9-dan danışırıq. Nədir? Bu hansı birdir ki? Dördüncü 360. Bax, ya müsbət gedib 270 fırlandır, ya da ki, mənfi gedib 90 fırlandır, eyni şeydir, düz demə? İkisi də 273. dördüncüdür. Yəni, qısacası bu nədir? Dördüncüdür. Sonra, deyir ki, aralığında kövlərinin sayını tapın. Əslində, rübün o qədər də mənası yox idi. Promo yazıb gedirik. Tangesdə əzbərlədiyimiz bir şey yoxdur da. Narahat olma, baxacaq. Düzdür, rübdən də danışacaq. Bir dənə deyin görüm, tanges birini də alır, həll eləyə sonra yazaq da. Nə yazarım onda? Pi bölək, üstə gələk, pika. Düzdür mü? Yaxşı, bunu yazdıq. Sən deyirsən ki, müsbət cavabı alıbsan. Mən də deyirəm ki, dördüncü rübdəsənsə, tanges mənfi olmalıdır. Düzdür mü? Müsbət ola bilməz. Müsbət ola bilməz deyə, yəni bu müsbət cavabı ola bilməz da. Deyirəm ki, nədir? Həlli yox. Ya da belə demək istəmisənsə, başqa cürdə deyə bilərsən. Deyirəm ki, məzar, K-ya 0 versəm, 90 eləyir, bu araya daxil deyil. K-ya mənfi 1 versəm, 180 çıxaq, mənfi 180, üstə gələk 45 eləyəcək, mənfi 135 eləyəcək, o da bu araya daxil deyil. Düzdür mü? Deməli, nə yazsam, müsbət 2 yazsam, yenə də o araya daxil olmur. Nə yazsam, o araya daxil olmur deyə deyirəm ki, həlli yoxdur. Çatır, tez köçürək, oxşarıdır, ged 11-ə. 11-ə baxın. Qulaq asaq. 11. 11-dən ağıraq. Hansının həlli yoxdur deyir. Gəlin bunu da silək. Baxaq. Aşağılar. Gəlin qaydanı təkrar eləyək. Haradadır çubuğunuz? Çubuq yoxdur. Siz çarpan üstürünü deyin görün. Bax. Sinüs çarpan üstürü. Nədir? 2 sinüs çarpan qoysunuz. Yaxşı. Onda deyirəm ki, götürüm hər
tərəf nəyə vurun bir dənə? 2-yə vurun. Bu onsuz da vuruludur. Burada götürüm hər tərəfi bir dənə 2-yə vurubsa bölməliyəm. 2-yə vurub 2-yə vurub. Düzdəmə? Belə bir şey. Yəni heç gedişatı getmirəm davamında. Narahat olmaq sonra eləyərik. Maddeyə görüm. Sinusun YF nəyə bərabərdir? Sinusun, kosinüsünki də elə hətta. YF nəyə bərabərdir aşılar? YF kim idi? İkisini aldık. Yok, ikisini aldık. Qiymətlər olmaz. Deyirəm ki, kosinüs x ən patolog nə qiymət almağı bacarır? Əla. 1-dən, mənfi 1-dən 1-ə kimi, düzdürmü? Yaxşı. Ondan böyük ola bilərmi 1-dən? Mənfi 1-dən balaca ola bilərmi? Ola bilməz. İndi buna bax. Bunu yığışdırın. Bu nə eləyir? Deyin görün. Sinüs 2x bərabər. Bunu vuranda mənfi 3-də 2 eləyir. Bu araya daxildir. 5 əhd olar. Düzdürmü? Gəldim bu bilsən. Sinüs 2x bərabər. Mənfi 7-də 6. Bu da bu araya daxildir. Onlar düzgün kəsirdir da. Mənfi 1-dən böyükdür. Düzdürmü? Yaxşı. Bunu da hər tərəfini 2-yə vurmuşam. Elifdir nə? Sinüs 2x bərabərdir nəyə? 2-də 1 də bu araya daxildir mi? O da 5 əhd olar. Gəlin buna da baxaq. Bax, 3-ə bölmüşəmsə buradan 3 elifdir. Bunun məxrəcinə gəlib düşübdür da. Olub da sinüs 2x bərabərdir nəyə? Deyin görəm. 15-də 4 də bu araya daxildir mi? Bu da 5 əhd olar. Hansı olmaz canım? Niyə? Çünki bunu yığışdıran nə eləyir? Nə eləyəcək şurada? 4-də 6. 4-də 6 mənfi 1,5'dir. Mənfi 1,5 bu araya daxil deyil. Ona görə deyirəm ki, bunun həlli yoxdur. Çünki sinus ən böyük 1, ən kiçik mənfi 1 olmalıydı. Bu aradan kənara çıxsa həlli yoxdur. Cid o birsinə, yaş qoç ötürsünlər, tərpət bu qoç ötürsünlər sonra. Yekunlaşdırın. Yekunlaşdırdım. Siz çarpı ne oldu Cavi? 2 sinüs bura, kosinüs, düzdür mü? Aynen. Sinüs alfa neye beraber idi? Karşı böl. Yalan diyorsunuz. Karşı böl. Kosinüs nerede tamam? Karşı. Tangens nerede? Tangens. Yaxşı. Sürətli yekunlaşdıraq. Sinusun en büyük qiyməti? En kiçiyi? Mənfi 1. Argumenti də heç nədən qorxmur da, nə deysən götürür, düzdür? Silə bilərəm. Gəl burada təzə qaydadan danışırıq. Qaydamız nə idi? Kökatda kvadratdan cəm. Silə bilərəm. Yaxşı. Baxaq. A hansı qiymətlərində almalıdır deyir. Qaydanı yazırıq. A sinüs A x üstə gəlinsin. B sinüs x olarsa, argumentləri bərabərdirsə, əmsallarını kök altda kvadratlarını cəmləyirəm. Qarşısında nə yazıram? Plus minus. Nə yazıram da tutlar? Kök altında A'nın kvadratı üstə gələn B'nin kvadratı. O da nə olar? Aralıq olaraq nə deməkdir? Mənfi 5-dən 5-ə. Alındır. Kökünü aldık. Yaxşı. 25-dən 5 çıxdı da. Kök 25 yazmalıydı. Ondan da 5 çıxarmalıydı. Keç görək. 13-cü cavabı ifadə edin. Z. 2'nin kvadratı 4, 1'in kvadratı 1 topladıq. Tutar. Bu da rahatdır. İndi qaydadan danışırıq yenə. Kosinus alfa çıxaq, kosinus beta'nın düsturu lazımdır. Yuxarıda tapım bir dənə o düsturu.
Koşulsun çıxması. 2 sinüs alfa, alfa plus Ay koşulsun, sağ koşulsun görsən. 2, mənfi 2 sinus, topla yarı argumentlər, topla yarı. Bir dəfə də koşulsun argumentləri, çıx yarı. Yaxşı. Qulaq. Nədir? Hə, səhv dedim, sinusdur, düz deyirsən. Yaxşı. Bax, burada oldu çap, bərabərdir nəyə? 0-a. Yazıram, mənfi 2 sinus, topla yarı böl, argumentləri, topla yarı böl. Bir də sinus, argumentləri, çıx, yarı böl. İnşallah. O mənfi 2 qabağında sadəcə sərbəst həddir da, yəni əmsal. Hər tərəfli əmsala bölürəm. Qalır nə? Sinus, alfa üstə gəl beta bölə 2. Xasi 0-a bərabər olandan ağarır. Bu betadır həmən. Bərabərdir nəyə? Nə olur? Hər tərəf mənfiçiyə böldüm. Bax, hər tərəf mənfiçiyə böldüm. Bu getdi, mənfiçiyə böləndə də bu da gedir da, düzdür mü? 0-ı mənfiçiyə bölmək elə 0 deməkdir da. Məzahir eləmə. Qulaq as görəm. Yaxşı. Sinus 0-ı nədə alır? Xüsusi aldı da. Sinüs 0-ı harda alır? Sinus 0-ı nədə alır? Kvadratda alır. Yazıram. Argument bərabər. Sinus 0-ı Kvadratda 0-da 180-də 360-da. Ona görə nə yazım? Pika. Pika yazsam, 0 yazsam 0 eləyəcək. 1 yazsam 180 eləyəcək. 2 yazsam 360 eləyəcək. Hamısında da 0 eləyəcək. Hər tərəf 2-yə vursam nə eləyər? Əla. Tənin köklərindən biri bu. Gəlirik bu birisinə. Yazıram. Argument bərabərdir. Sinus 0 yenə nədə alır? 180-də. Ona görə yazdım nə? Pika. Yenə hər tərəfi vurdum nə? 2-yə vurdum. 2 pika ilə. Qutardım. Bu bəndi. Yazın bu bəndi. Sürətli olun biraz. Yazaq. Ekran seçibsən? Yox, seçməmişəm. İndi seç. Yaxşı. Sinus çarpanın üstünü nətər idi? Tamam. Sinus çarpı bərabər idi. Silə bilərəm. Naide görüb sinus çarpanı. 2 sinus alfa bırakıyorsun. Aha. Şimdi gel sana. Qulaq asaq. Bağışlar. 4-ün əvəzinə 2 bıraq 2 yazsaq. Düzdür? Üstürü bir daha baxaq elma. Sinus çarpanın üstürünü aldı. 2 sinus alfa. İndi 2 sinus argument x bölü 2'dir, x bölü 2'dir. Mən də x bölü 2'yi 2'yə vuracağım. Nə olacaq? Tapdıq. X olacaq mı? İndi yazıram 2 qalır. Sinus nə yazıram? Bax, x bölü 2'dir. 2'yə vurmuşam. Qaldı nə? Bərabərdir 1. Bax, qaydaya baxın, başa düşürsünüz. Qaydaya baxın. Bax, alfa olanda 2 alfa olmuyor. Yəni, argumentlərsə 2'yə vurmuşsan. Mənim argumentim nədir? X bölü 2. 2'yə vuranda nə qalır? Aydındır. Tamam. Yaxşı. Buradan sinus x'i tapın görün nə olar. Sinus 2'lə bir dənə qaydada nə örgəlmişdik? Sinus qarşısında nə olur həmişə? Sən keçmən. Qarşıda nə olur həmişə? Mənfi 1 üstü K. Əla. Mənfi 1 üstü K. 2'də 1'i nədə alırsınız? Yəni, üstə gəlmə. Üstə var ya. A. Tamam. Yazaq. Nə bəndi ad eləmə. Sürətli olan. Nurçin yazsın, yaxşı görmürəm.
Get 7'yə görə 17 nədir? Eynidir, 18-dir. Bax, argument bərabərdir yazsan qızlar. Bəyəkçi sadə idi da. Argumentin özü ilə x idi, yazıb gedirdik. Düzdür mü? İndi argument adı uzanıbdır. Deyin görüm argumenti nədir buna? Əla, bərabərdir. Yadınıza gəlirsə incə danışdıq. 40'larda deyirdik mənfi nə olur? Pi çıxaq olur, düzdür mü? Yaxşı. İndi nə yazıram onda deyin görəm? Mənfi var da, düzdür mü? Yazıram. 40'larda kotangesdə bir də kosinusda. 40. Kotangesdə. Kotanges birinə dalır. Yazıram. Çıxaq pi böl 4. Qayda nə oldu? Kotangesdə bir də kosinusda mənfi olarsa pi çıxaq yazıram. 40'larda. Amma tangesdən sinusda pi çıxaq söhbəti yoxdur. Necə mənfini qabağa atsan gedir. Burada bir dənə artı olan mənfidir. Onsuz pidir. Onsuz da mənfini hamısı da yazsan. Düzdür mü? Bizə 40'larda kotangesdən kosinusda pi çıxaq. Nə yazıram onda deyin görəm? Üstə gələn pika. Əzbərləmişdik ki 2 pika ancaqdaydı. Kosinus. Yaxşı. Pi böl 4'lər gedərmi? Elə beləcə də gedər da. Hər tərəfdə mənfi olduğuna görə. Sonra 3x bərabərdir. Pi üstə gəl. Hər tərəfdə nəyə bölüm? 0. Yazın görək. Nə bənd A? K da nəyə daxildir xərcə? K nətər edəkdir xərcə? Tanıdır. Sürətli olan. Kosinusdan ölgən yaşa. Kosinusdan əzbərək. Sonra bir də kosinusdan əzbərləmişik. Aha. Sinusdan ölgənmişik. O heç, o əzbər deyil ki, o hamısında pikadır. Sinusdan əzbərləmişik. Mənfi üstü K. Qalan hamısında pikadır. Qalan hamısında tangesdən, kotangesdən məsəl üçün qarşıda heç nə yoxdur, sadə. Gedək. 19'da fərq verdim. 19'a baxın. 19'a baxın. Sürətli olan. 19. Bax yenə sola keçirəm Oktay. Sola keçirəm. Sola keçirəm deyə işarə nə olur? Mənfi olur, dəyişir. Sonra, indi yenə düstura baxın. Sinus, kosinus, çıxaq, sinus, kosinus. Buna bax. Sinus, kosinus, çıxaq, sinus, kosinus. Nə deməkdir? Sinusun çıxması. 2x-dən 3x-i çıxacaq, düzdür mü? O da nə edir? Mənfi. Mənfin udan kim idi? Bu mənfini udmayacaq, qabağa atacaq, düzdür mü? Oktay. Yazıram. Sinus. Nə oldu aşağılar? 2x çıxaq bərabərdir 0'a. 2x-dən 3x-i çıxdım, Tunar. Temizli olsa. Nə elədi? Mənfi elədi. Mənfi elədi və mənfini yemədi qabağa atdı, düzdür mü? Sən də hər tərəfi mənfiyə böldün. Yekundan alırsan. Düzdür mü? Sonra indi xüsusi haldır. Sinus 0'ı nə də alır? 0'ı pika alır. Bax, K'nın yerinə 0 yazacağım. 0 eləyəcək, 0'da alır. Yaxşıdır. 1 yazacağım, 180 eləyəcək, löfəyə bax. 1 yazacağım, 180 eləyəcək, 180'də də 0'dır. 2 yazacağım, 360 eləyəcək, yenə 0. Nə bəndində olsa, Y bəndi. Köçürək. Argument nədir? Argument. Yox, bu o deyil, elə bildim argumentidir. Oktay deyirik, hasil 0'a bərabər olduğuna görə ayrı-ayrıqda 0'a bərabər edir. Yazıram. Kotangens x bərabərdir 0'a. Bir də nə yazıram? 2 üstə gəl, sinus 8 bərabərdir 0'a. Bax, bu tiplilər daha çox düşür aşağı. Bax, 2 keçər sağ tərəfə nə olar Mehri? Sən də deyirsən ki, sinus ən çox nə qiymət alır? Ən az? Mənfi ola bilərmi? Ona görə bu nədir? Yoxdur. Bu saat köz verməm. Gəldik bu birisinə. Kotanges 0 nədə alır? 90'da alır. Kosinus böl sinus. Düz mü deyirsən? 90'da var.
Yalan deyirsən, hə, düz deyirsən, düz deyirsən. Yaxşı, 90-da. Üstəcə nə? Pika yox. 2 pika harada adamca? 2 pika bir dənə kosmosdadır. Başqa heç nədə 2 pika yox. Все, variant. C. Все. Tez köçürək. Yirmi çox şarıdır. Get 23'ə. Yazaq. 23. Sağ ol baba. Qulaq as. Biri sağa keçirdiyin oldu. Hər tərəfli 2'yə bölsək. Ne yazıram? Teymur, ne yazıram? Bax, 1 keçdi sağa, mənfi 1 oldu amin. 2'yə də böldüm, 2'də 1. Yazıram, argument bərabərdir. Demişdik ki, mənfi qabağı olmayanlar kimlər idi? Sinüsdən tangent. Sinüsdən tangent, kıkılar, kotangeslər, kosinus, sinüs Mənfi. qaldı. Yaxşı, sinüsdə qabaqda nəsə öyrənmişdik. Yazdım. Mənfi 1 üstü k. Amma burada mənfi vardı deyə bir dənə də qabağa mənfi atıram, düzdürmü? Ay sol. Düzəldəcəm onu sonra. Vuraq, vuraq. 2'də 1 sinüs nədə alır? Aya. Yəni 2 bölək. 1 bölək 6. 6 üstəcəm. Normaldır. 2 pikarda olurdu. Yine tələsmin. Elə cavab yoxdur. Bax, k dənə mənfim var. 2 dənəsi də gəldi oldu neçə dənə? 3 dənə. 3 dənə nədir? K+1 dənə düzdür. Mənfi 1-dən k dənə var idi. Biri də gəldi. Oldu 3 dənə. Və 3 nədir? K+1 dənə. Hər tərəfdə nəyə vurmuşam? 2'yə. 2'yə vuranda ixtisar getdi. Üstəcələr 2'yə vuranda qutar. Tez köçürək. Cadılar. Yazaq. Mənfinin qabağa atanlar hansılar idi? Sinüs tangens, kotangesdən kosinusunu arırdı. İndi nə yazacağım onda? Buraya yazacağım. Mənfinin qabağı atır. Pizza. Ha, burada fil çıxar. Biri nədə alır? 1'i alır. Pi böl. 90'da. Əslində belə eləməliydim da birinci. Kosinus deyir ki, bu mənfini yesin, düzdürmü? Mənfini yemədi. Mənfini qabağa tulladı. Düzdürmü? Hər tərəfi mənfiyə böldüm. Kotangens x bölək 4 bərabərdir, mənfi 1. İndi deyirəm mənfi 1'i nədə alır? Pi çarp. 1'i nədə alır onda? Pi böl 4'də. Üstəcən olmalıdır. Pi k. 4'də 4'dən də 4'də 1'ini çıxmışıq. Qutar. Variant A. Все. Sürətli olaraq. Eləmi? Baxaq. Aşağı yuxarı eləyən sözlərini yaxşı oxuyaq. Neçə həlli var? Aşağı eləsən, neçə həlli var deyir. Şəklini çəkək, gəlin şəklini çəkməyə görəcənək. Ondan sonra danışaq ki, nədir? Bax, bizə lazımdır 0-dan 360-a. Bura olsun 0. Bura olsun 90. 90'dan sonra 180, 360, 270, bir de 360. Yaxşı. Ancaq bu üst tərəfi şəkildə lazımdır. Deyirəm ki, söhbət gedir kosinusdan. Kosinus 0 nədə alır? Yəni 0'da nə alır? 90'da. 0 dərəcədə 1 alır. Ona görə buradan qeyd edirəm 1. 0 dərəcədə 1. Sonra 90'da nə eləyir? 90'da 0 eləyir. 90'da 0. 180'de ne eləyir? Nətər 1? Mənfi 1. 360'da nə olur? 270'də 0. Sonra 360'da təzdən qayıdır, müsbət 1 olur. Deməli, bu oldu kosinus oynayan şəkil. Ayşə. 0'dan bizdə 77 də buralardan bir şeydir mi? 1 buradadır, 0 buradadırsa 0,77 təxmini buralardan bir şey.
Buradan bir dənə beləsinə düzxət parçası çəkirəm. Neçə yerdə kəsmişəm qrafiki? 2. Ona görə neçə dənə köküm var? 2 dənə. Köklərin sayını soruşur. Deyirəm ki 2 dənə. Onsuz da bilirsiniz ki, cədvəldə 0-dan %77 deyə bir qiymətimiz yoxdur da. Düzdür mü? Yaxşı. Yenə hasil 0-a bərabər olanda sonra deyirəm ki, ortaqlaşa kök tapmaq lazımdır. Bayaq yazdığımızın təkrarıdır. Şöyle qulaq sən. Deyin görəm. Hasil 0-a bərabərdir deyə. Ayrı-ayrılıqda 0-a bərabər elə. Sonra xüsusi haldır. Sinüs 0-ı nədə alır Nurcu? Ne yazımında? K. X beraberdir neye? Yine argument beraberdir. Burada da yazmışlar. Evet, argument beraber. Narçömeni. Ne yazırım? Pika. Her tarafına böldük neye? Pika bölək 16. Yaxşı, yenə bəyəkçinin eynisidir şualar. Cavab bunu götürün bunu. Çünki bunu 2'ye vuran kimi bunu alırım. Çünki bunun daxilinə bu daxildir. Çünki bu bunun mislidir, misli. Düzdür mü? 2 mislidir. Yaxşı. 30 eynisidir. Geç sonrakına. Yaxşı, ayıqdır. Yaxşı. Siz kvadratı da gəl koysunuz, kvadrat nə verir? 1. Yazıram onda. 1 çıxaq nə? Kosinüs 2. Bərabərdir nəyə? Ondan kosinüs 2x bərabərdir nəyə? Argument bərabərdir. Kosinüs 1'i nədə alır? Kosinüs 1'i 0'da alır. 2 pikada almır. 0 yazsam 0'da alacaq. Bir de 1 yazsam 360'da alacaq. Her tarafı böldüm. Ne? 2'ye. Cevap aldık. Pika variantdır. Yazın görək. Yazaq. Bu da asandır. Get biraz o birisilərə. Yaş qoy yazın, mənfi qiymətdir. Deyin görüm 0'ı nədə alır? Nə? Koysunuz. Koşun 0'ı 360. 90'da alır. 12 bölü 2'yi üstəcə bir də harda alacaq? 90'da aldı. 180 derece mənfi 1. Bir de 270 derece nə? Bak 90'dan 270'e nə qədər məsafə gedir? Hamısını böləm nəyə? Olur nə? Düzdür mü? İndi məndən mənfi kökünü istəyir. K'ya mənfi 1 verirəm ona görə. Mənfi 1 verəndə 60 elədi mi? Bak 30 budur, bu da 60'dır da. 30'dan 60 çıxanda ne eləyir? Mənfi 30'dan nətər yazılır? Var ya? Dur mən. Çatı tələsməyin, qaşmayın, yazaq. 34'e geç görək. Oxşardır, asandır. 35'i deyin görək. 35'i aşı nətər yazın? Argument nədir? Argumenti götürəm. Argumenti deyin. 35'ten danışırıq, Temur. Argument 3'dəki döl. 3'dəki x çıxaq 2'lər verdi. Bərabərdir. Bax, bu 1 sağa keçibdi deyə olubdur nə? İndi deyirəm, kosinüs 1'i nədə alır? 2 pika. Deməli, 2 pika. Sonra 2'də 1'i tutmayın yolun özünə. Naylamsı nə bura? Bura Hamısını 6'ya bıraq da. 6'ya da var. Bax 6'ya vuram. 6 ilə 3 geçsin. 4 2 bərabərdir. 6'ya vurmuşam. 6'ya vurmuşam. İndi hamısını böləm nəyə? Nə qalır? Cavab olur nə? Çıdı mı? Cavab olur. Başa düşməyən var bunu? Cədə o birsinə. Hə, indi olman deyil. 2 pi. 2 pi də adı dəyişir, dəyişmir.
Dəyişir. Dəyişmir. Dəyişmir. 360 yeri var. Deməli demişdik ki 90'da bir də 370'də dəyişir. Hə demişdik. 360'la 180'də yox demişdik. Kömək edin görəm. Bu tulladım. Yekundan nə qalır? Sin 8. Bu getdi daha yəni düz değil mi? Deməli sin 8 bərabər mənfi 1. Sin mənfi 1 nə qalır? Mənfi Nə? üstəcər sonra bir də nə qədərdən sonra alacaq? Bax, 300 mənfi 90'da alsan da, düz değil mi? Sonra 0'da lastiysən, 90'da lastiysən. 2 pikadır değil mi? Adam öndə belə. Bax, sizə nəsə dedim, mənfi 1'dən 1, 2 pika olur. Çünki bir kuruqda 360'da bir dəfə alırsan. Amma 0'ı 2 dəfə alırsan. Ona görə onlarda pika olur. Sinusda da, kosinusda da verəcəm. Sonra nə gəlir, nə yazırıq? Adır. Get görək Teymur, bir dənəsində yazaq gedir. Get. Hər tərəf 2'yə vuran. 2'yə vuran. Sinüs x kosinüs y. Sinüs 2x elədi mi? Bəli. 2'yə vurdum, 2'yə vurdum. Sağda nə qalır? Argument bərabər. Sinusdan əzbərəmişdik. Sinüsdə mənfi 1k. Bu nədə alır sinus? 90. Üstəcə nə yazıram? Hamısı nəyə böləm? Variant